потому что я влюблен. Кочка бежит за горой, лучше ее большой рекою, потому что я влюблен. И поля на маках красных светила, как детский праздник, потому что я влюблен. Улыбнулся и все простает, потому что я влюблен. Дни мои легки, беспечно, и судьба ко мне сердечна, потому что я влюблен. Кочка горжи за горой, лучше ее большой рекою, потому что я влюблен. И поля на маках красных светила, как детский праздник, потому что я влюблен.
Allah mübarek eləsin. Gözünüz aydın olsun. Çok da uzağa getməyin, çünki növbəti sağlığımızda yenidən bu ailənin qohumları rəqsə dəvət alır, xeyir-duaya dəvət alır. Bunlar bugün bəyimizin ana tərəfdən toyda iştirak eləyən qohumlarıdır. Yenə də Məryəm xanım tərəfdən əmi, bibi, dayı, xala uşaqları ana xətti ilə kim gəlibsə bugün bu toya gəlsinlər, göz aydınlığı versinlər, fikir söyləsinlər, rəqs eləsinlər ailələri ilə, evladları ilə. Buyurun. Məryəm xanımın ata tərəfdən, ana tərəfdən bugün toyda kimləri varsa hamısı dəvət alır. Bəyimizin ana tərəfdən toyda iştirak edən qohumlarını dəvət edirəm. Axşamınız xeyir, buyurun. Axşamınız xeyir. Mən bugün Öməri, Əlidanı təbrik edirəm. Allah sizi xoşbəxt eləsin. Məryəmə göz aydınlığı verirəm. Mən Aslapçenin qızlarının hamısını çox istəyirəm. Məryəmi biraz çox istəyirəm. Çünki o mənim sinif yoldaşımdır. Həm də qohumdur. Məryəm sənə göz aydınlığı verirəm. O bircə balasını çox böyük çətinliklə böyüdüb. Allah sənə can sağlığı versin. Çoxlu nəvələr versin. Nə deyim də? Allah xoşbəxt eləsin. Ömer, Ali də xoşbəxt olun. Kemal burada daxı niyə yaxın gəlmir? Ramazan müəllim, axşamınız xeyir. Xoş gördük sizi. Necəz? Sağ olun. Kemal, dəvət eləyirlər səni. Musiqi səslənir və bəyimizin ana tərəfdən bir nəfər də çıxış eləmə. Xoş gəlmişsiniz, axşamınız xeyir. Allah xoşbəxt eləsin. Əla. Xoşbəxt olsunlar. Salam aleyküm. Allah asbax kege, xoşbəxtdir. Xizan kulpat körege. Sağ ol. Hamı eyni fikirdədir. Musiqi istəyirik, rəqs istəyirik. Bu bir dəqiqə, maestro, bir dəqiqə. Pərvin. Bəxtiyar müəllim, əməkdar artist gəlməsə oynamır ana tərəf qohumlar. Sabinə mahnısı istəyirlər. Gəlir.
Sunaret adulsan bugu buhule Yala huri sadir sudu ne bedirira Sunaret adulsan bugu buhule Ahugi paramız vakzalala nasat Şeyhini yayhudu lo yigo hudule Ahugi paramız vakzalala nasat Şeyhini yayhudu lo yigo hudule معروك غلط ايه غير غلط ايه عمل بالسيف دير معروك فرق شو عمل خلا ملك الشو خلا ملك الشو Urubum heladay, urubum heladay Bardi şav emelalı, halamul gilişav, halamul gilişav Koldu da baravşi, urubum heladay, urubum heladay Kutuz olunur adamı, çurukana blag, çurukana blaga Kekdu da karavşi, İnsan efendiyle, insan efendiyle Aksana Direkle garimanı bunu aksana Biri biraz olukunu cimunu aksana Biri biraz olukunu cimunu aksana Aksana Direkle garimanı bunu aksana Biri biraz olukunu cimunu aksana Biraz kalbim onu aksana Люблю я лишь тебя, голос твои глаза, дороги мне навсегда. Как сказать тебе одно, как люблю я лишь тебя, голос твои глаза, дороги мне навсегда. За собой я живу одна тобой, руку дай тебе прошу, поведу тебя с тобой, поведу туда, где мы будем друг другу нужны, в душе печаль твою, свое сердце сберегу. Когда манишь за собой, я живу одна тобой, руку дай тебе прошу, поведу тебя с тобой, поведу туда, где мы будем друг другу нужны, в душе печаль твою, свое сердце сберегу.
besinay Kige mun malika Malika Kige mun besinay Kige mun halimay Kige mun malika Üzünüzə baxanda hiss olunur ki, razısınız. Çox sağ ol söyləmək istəyirsiniz. Allah da sizdən razı olsun. Yenidən siz gözləyəcək burada. Yenidən gələrsin inşallah. Çox gözəl. Məryəm xanım. Qonşuları salamlayıram. Bu ailənin qonşularını salamlayıram. Onların gözü aydın olsun. Düzdür. Bütün qonşular ləyaqətli, mehriban, xoş xasiyyətli, xoş məramlı qonşulardır. Yəni uzun uzadı belə siyahı yazılmayıb. Sadəcə olaraq etibar qonşumuzun adı çəkilir. Yəni onun timsalında məndə belə yazılıb. Bütün etibarlı qonşuların sağlığı olsun. Xeyir dua verməyə hər bir qonşu ayrı-ayrılıqda gələ bilər. Dəvət edirəm qonşuları. Bəyimizin Allah xoşbəxt eləsin. Oğlu qızlı olsun. Sağ ol. bütün qonşular rəqsə dəvət alır. Sən tanıyırsan qardaş. Bütün qonşular rəqsə dəvət alır. Bəxtiyar müəllim. Digan bikira sabura bırak akho adulu khisana biraz umusude digan bikira sabura bırak akho adulu khisana
عالشعري بيدير هدوء وبابا باي وداداي شمري خانة الصدو اوهوهوي اوهوهوي عالشعري بيدير هدوء وبابا باي وداداي شمري خانة الصدو Teşekkür ederim rəqs edən qohumlarımıza. Dağıstan Respublikasının əməkdar artisti Bəxtiyar Qantayevə və onun orkestri Əks-Sədaya təşəkkür edirik gözəl nəğmələr, gözəl musiqi üçün. Və bütün ifalar canlıydı, bunu hamımız görürdük. Maqaya təşəkkür edirəm, Pərvinə çox sağ ol söyləyirəm. Və istəyirəm ki, bəyimizin anası Məryəm xanım bizim yanımıza gəlsin, mümkünsə. Və hörmətli məclis iştirakçıları, əziz Masih cəmaatı, bugün növbəti dəfə biz sizinlə gözəl bir ailə bayramında iştirak etdik. Buna toy desək, toy gecəsi və buna əgər toy desək biraz da bu böyük bir ailə bayramıydı, bu böyük bir el bayramıydı, bu kəndin gözü olan, sevimlisi olan, dostları həddindən artıq çox olan Ömərin toy gecəsi idi. İndi Ömər və Alida xanım biraz bizə yaxın gəlirlər. Aha. Ömer'i giyindirin. Bəy libasını yenidən geyinir Ömer. Hamımızın adından Dəniz Şadlıq Sarayının rəhbərliyinə, onun kollektivinə, administratorlarımıza, Raminə təşəkkür edirik. Çəkiliş qrupu əladır. Hər şey öz qaydasında. Şərif, çox gözəldir. Brigada, uşaqlar, operatorlar hamısı yeri yerində. Biraz da gəlirik. Yaxşıdır. Ömer.
Bəxtiyar müəllim, bir dəqiqə olar mı? Bəxtiyar müəllim, mən istəməzdim o gözəl musiqini saxlayayım, amma burada bizim bir... Yox, bunun yanına gəlib, bəyimiz, gəlinimiz, xanımın yanına gəlib şəkil çəkdilər. Mən də gördüm ki, bir nurani sima var, bir gözəl insan burada əyləşib. Valla, deməli, bu çox hörmətli bir xanımdır. Özüm gəldim ki, və xanımdan intervyu alım, bəy gəlin haqqında fikir söyləsin, xeyir dua versin. Sonra mənim bəy gəlinlə söhbətim olacaq. Axşamınız xeyir, gözünüz aydın. Sağ olsun, Allah xoşbəxt eləsin, Ömər də Əldandır. Çox gözəl. Bunun özünün, bu məqamı çox gözəl bir məqam idi. Məryəm xanım, indi bəyimiz, gəlinimiz bura ortalığa gəlsinlər. Çünki bilirsinizmi, siz getməyin, siz bura gəlin, Məryəm xanım, zəhmət olmasa. Gül buketini də gətiririk və Bəxtiyar müəllim, bugün bəyimiz, gəlinimiz bəy libasında və gəlin libasında öz toylarının sonuncu rəqsini eləyəcəklər. Yəqin ki, heç kim onlara mani olmaz. Sonra gül atırıq və bəy gəlini yola salırıq. Gəlsin musiqi. Hə. Bir dəqiqə. Bugünkü, yox, xahiş edirəm. Mən də toyun aparıcısı mənəm. Biz toyumuzu heç şarmankaya çevrilməyə qoya bilmərik. Bugünkü gözəl toyumuzun bir nömrəli musiqisi Bəxtiyar Qantayevin, əməkdar artistimizin orkestrinə və onun özünə aiddir. Rəqslər, kişilər arasında rəqsdə birinci yeri bəyimiz tutur. Ömər, kişilər arasında rəqsdə birinci yeri bəyimiz tutur. Mən hamıdan üzr istəyirəm. Hamınız mənim anam, bacım və qızlarımsınız. Qadınlar arasında isə rəqs üzrə birinci yeri bəyimizin xalası Məlahət xanım tutdu. Ramin, gəlsin. Ömər, biz heç kimin arası salıb gedəbil. Bir nəfər var, sənlə rəqs eləmək istəyir, gəlsin.
Ramin. Wohamaga. Teşekkür edirik. Çok sağ olun. Herkese sağ ol söyləyirəm. Çok sağ olun. Deməli, bəyimizin anası bir dəqiqə bəyin yanına gəlsin. Məryəm xanım. Məryəm xanım, gözünüz aydın olsun. Bax, bu dünyanın ən gözəl səhnəsidir, ən gözəl şəklidir. Bax, Alida xanım. Ömərlə bağlı bu dünyada nə şirin varsa, Məryəm xanımla bağlıdır. Qardaşının, sən ağsaqqalsan, onu bildik. Məryəm xanım, gəlinin, qızın, rəfiqən, sirdaşın, dostun, köməkçin, hər şeyin. Bugünkü toyun sonuncu xeyir duasını sən dindir. Nə deyə bilərəm, xoşbəxt olsunlar. Mənim ən böyük arzumdur. Can sağlığı, xoşbəxtlik. Amin. Amin. Nəvə nəticə görəsiz. Ömər, dünyadakı bütün subaylara bugün nə deyərdin? Evlənin. Alida xanım, bax bu oğlan bugündən sənin kralındır, dostundur, gələcək uşaqların atasıdır, sirdaşındır, həyatındır. Bu dəqiqə və sabah 1 il sonra, 10 il sonra, 100 il sonra bu kaset durduqca hamı eşidəcək ki, hamı görəcək ki, bu saniyə Alida xanım nə dedi subay qızlara? Evlənin. Hə, və musiqi gəlir. Gül, gül, gül. Mən 3 deyəndə. Bir. 2. 3. Bəxtər, bu yaxşı musiqi. Gözəldir. Və alqışlar və gəldi yola salırır. Bəy gəlmə, yol verin.
Allah xoşbəxt eləsin. Və yenidən sizin hamınızla toy şənliklərində görüşmək ümidi ilə ayrılırıq. Gecəniz xeyrə qalsın. Gecən xeyrə qalsın Zakatalla. Проще поехать.